Salam, hər vaxtınız xeyir olsun. Növbəti blok sınav imtahanının izahına baxırıq. Sınaq 2021-ci ilin 4-cü sınağı idi. OTK tərəfindən onlayn keçirilən. Birinci sual belədir. Parabolanın qrafikinə əsasən ABC-nin işarəsini təyin etməyimizi istəyir. Parabolanın qolları yuxarı yönəldiyi üçün A müsbətdir. Y-i kəsdiyi nöqtə parabolada C-ni təyin edir. C mənfidir. Parabola apsisi oxunu iki nöqtədə kəsdiyi üçün x1, x2-də kəsdiyi üçün diskriminantı müsbətdir. Təpə nöqtəsinin apsisi x0 bərabərdir. Mənfi b bölü 2a. Bu müsbət olduğu üçün b bölü 2a mənfidir. İndi a müsbət olduğu üçün b-nin işarəsi mənfi olur. B-nin işarəsi üçün bizim qısa bir qaydamız da var idi. Parabola y kəsəndən sonra aşağıya doğru yönəlibsə soldan sağa doğru. Onda B mənfidir deyə bilərik. İkinci sualda sinus x bərabər kosinus x tənliyini həll etməyimizi istəyir. Bu sualı həll etmək üçün hər tərəfi kosinus x-ə bölsək, çünki onun sıfırdan fərqli olduğunu bilirik. Sinus böl kosinus 1 elədiyi üçün tangens x 1 alınır. Tangens 1-i nə vaxt alır? Pi böl 4 üstə gəl pi k-da. Üçüncü sualda modulda x çıx 1 kiçikdir 2 bərabərsinin həllini istəyir. Biz burada 2 qat bərabərsizlik yazsaq, mənfi 2 kiçikdir x çıx 1 kiçikdir 2. Hər tərəfə 1 əlavə eləsək, mənfi 1 ilə 3 arasında olacaq tənliyin həlli. Dördüncü sualda 0 dövrdə 2, 0 dövrdə 33, 0 dövrdə 444. Bölünsün dövrdə 9 yazılıbdır. Onluq kəsir olduğu üçün biz burada nə edə bilərik? Əslində bu dövrdə 33-ün dövrdə 3 ilə bərabər olduğunu bilməliyik biz şagirdlər. Bu ifadə ilə 0 dövrdə 3 deməkdir. Bu ifadə 0 dövrdə 4 deməkdir. Yəni alırıq 9-da 2 üstə gəl 9-da 3 üstə gəl 9-da 4 böl 9-da 9. Sürətdə 1, məxrəcdə 1, cavab 1 eləyir. Növbəti sualda deyir ki, radiusu 6 olan çevrənin mərkəzi Dekart koordinat sistemində birinci rübdə olmaqla y bərabər x oxunun üzərindədir. Deməli, deyir ki, bu çevrənin Dekart koordinat sistemi üzərindədir. Mərkəzi y bərabər x-in üzərindədir. Mən bu koordinat sistemini çəksəm, indi burada y bərabər x-in üzərində olmasını mən bilirəm deyə burada çəkəcəyim düz xətt artıq koordinat başlanğıcından keçəcək və çevrə mərkəzi bunun üzərindədir, radiusu da 6-dır. Niyə bu absis və ordinat oxuna toxunan çəkdim? Çünki mən radiusu perpendikulyar çəkəndə bura 45 dərəcə olacaq. Absis oxuna toxunduğunu deyibdir. Radius 6-dır. Onda burada 45 olduğundan. Mən buradan bura çəkdiyim perpendikulyar burada 6 olduğu üçün ordinat oxuna da toxunmuş olacaq. İndi çevrənin mərkəz koordinatları 6, 6 oldu. Bizdən koordinatların cəmini istəyirdi. Cavab 12-dir. 5-ci sual belə həll oldu. 6-cı sualda düzbucaqlı üçbucağın hipotenuzun 2 kök 13 verib. Böyük katetə çəkilmiş medianı 5 verir. Mən bura A deyib, bura B desəm, Pifagor teoremi ilə A kvadrat üstəgə B kvadrat 25, 4A kvadrat üstəgə B kvadrat 52 yaza bilər. Tərəf tərəfə çıxsam, əgər 3A kvadrat 27, deməli A-nı 3 tapacaq. Onda B-yə 4 düşür. Üçbucağın sahəsini istəyir. Katet artıq 2A-dır deyə 4 vur 6 böl 2, 12 olacaq. 7-ci sual maraqlı sual olacaq. Çevrə verib, çevrə deyir ki, üçbucağa toxunur. Üçbucağı belə çəkək. Bu nöqtələrdə çevrə üçbucağa toxunur. D, Y, F. Bu misal üçün də hazır düstur deyə bilərik biz. Nədir? Məsələn, BC tərəfin 8 verib, AC tərəfin 5 verib, AB tərəfin 7 verib, məndən YC-ni istəyir.
Baxın, bura A deyək, bura B deyək. Bu C təpə nöqtəsindəki toxunma üçün düstur belədir. YC bərabərdir, CF bərabərdir, P çıx C. P burada nədir? Yarım perimetr. Yəni 12, 20, 10 çıxılsın 7, cavab 3-dür. Amma hər tələb olunan sualda ola bilər ki, bizdən həlli tələb eləsin, düsturu yox. Ona görə bura x yazanda bura da x yazırıq. Bura qalır 5 çıx x. Bir nöqtədən çəkilmiş toxunanlar bərabər deyə bura 5 çıx x düşür. Bura 8 çıx x. Onda bura da 8 çıx x. Nə görürük? 8 çıx x üstəgə 5 çıx x bərabərdir 7. 2x bərabər 6-dır deyə x-i tapırıq 3. Yer gəlmişkən bunu bizdən isbat sualı kimi soruşa bilər. Analoji şəkildə isbat edə bilərik. 8-ci sualda bizdən çoxhəllinin dərəcəsini tapmamızı istəyir. 3x üstü 4 çıx 1 üstündə 2 vurulsun. 2x kvarat üstə gəl 1 üstündə 5. Bu çoxhəllinin dərəcəsini tapın deyəndə. Mən birinci mötərizədən ən böyük x üstü 4-ü götürürəm. İkincidən ən böyük x kvadratın üstündə 5. Buradan alıram x üstü 8 vur, x üstü 10. Bərabər olur x üstü 18. Deməli, çoxhəllinin qüvvəti 18 olacaq. Növbəti sual silindr sualıdır. Yaxşı sualdır bu da. Silindiri verib. Silindrin mərkəz koordinatlarını verib O1, O2. Deyir ki, mərkəzindən 3 sm məsafədən keçirilmiş müstəvi kəsiyin sahəsini tapın. Biz buradan mərkəzdən 3 sm məsafədən kəsik keçirsək, baxın, buradan bunu kəssək. Bu silindrin mərkəzindən 3 sm-dən kəsdik. İndi bunun hündürlüyünə h yazaq. Bura r olur. Sualda deyir ki, müstəvi ilə kəsiyinin sahəsindən 2 dəfə böyükdür. Ox kəsiyinin sahəsi, silindrin ox kəsiyinin sahəsi 2RH-dır. Bura biz bir dənə A desək əgər, bunun sahəsi isə A vur H-dır. İndi sualda nə deyir? Deyir ki, ox kəsiyinin sahəsi bundan 2 dəfə çoxdur. Onda buradan nə alırıq? R bərabərdir A-ya. Deməli, bura nə düşür? A böl 2. O zaman burada A yazanda, deməli bu bucaq 30 dərəcə olur, bura 60 dərəcədir. 60 dərəcənin qarşısı kök 3-dürsə, 30 dərəcənin qarşısındakı A böl 2 bərabər olacaq nəyə? 3 böl kök 3-ə. Yəni, buradan A-nı tapırıq 2 kök 3. A da çevrənin radiusudur. Onda oturacağın sahəsi olacaq pi vur r kvadrat. Pini də 3 verdiyi üçün cavab 36 pi olacaq. Növbəti suala keçək. Sual 10-da deyir, belə bir kökaltı ifadələrin hesablanmasıdır. 1 böl kök 5 üstəgəl 1, kök 9 üstəgəl kök 5, kök 13 üstəgəl kök 9. Bu şəkildə gedir. 49 kök 6 üstəgəl kök 45-ə kimi. Biz bunu yazmaq üçün hər birini məxrəcinin qoşmasına vurub bölürük. Kök 5 çıx 1-lərə vurub bölürük. Kök 9 çıx kök 5, kök 9 çıx kök 5, kök 13 çıx kök 9, kök 13 çıx kök 9, kök 49 çıx kök 45, kök 49 çıx kök 45. Məxrəcdə hamısında 4 alınırmı? Baxın. Sürətdə deməli ortaq məxrəc 4-ü seçib, kök 5 çıx 1, üstəgəl kök 9 çıx kök 5, üstəgəl kök 13 çıx kök 9 və s. Sonuncu 7 çıx kök 45 yazırım. Burada diqqət edin, mənfi müsbətlər bir-birini islah edir. Kök 13 özündən əvvəlki, kök 45 də bundan əvvəlki ilə gedir. Qalır 7 çıx 1 böl 4, cavab 1,5. Növbəti suala keçək. Burada çevrənin deyir ki, 9'da 5 radyanlıq
Bura radian verib. Qövsün uzunluğunu tapın deyir. Bunun üçün hazır düsturumuz da var. Düstur necə yaranır? Baxın. Çevrənin tam qövsü 2 pi radiandır. 2 pi radiana uzunluq 2 pi rdirsə, a radiana çevrə uzunluğu x olsun. Tənasübdən 2 pi x bərabərdir 2 pi r vur a yazırıq. X bərabər olur radius vur a radian. Yəni biz bura 2 pi radiana yazardıq 36 pi 9'da 5 radiana x. Buradan tənasüblə 2 pi x bərabərdir 36 pi vur 9'da 5. Bunlar ixtisar olunur 4 pi. Cavab 10 pi alınır. 12-ci sual asan sualdır. Bərabər yanlı üçbucaq verilib 15, 15, 18. Üçbucağın sahəsini tapmamızı istəyir. Biz buradan hündürlük çəksək, Heron düsturu ilə də tapa bilərik. Pifagor teoremi ilə buranı 12 tapırıq. Üçbucağın sahəsi bərabər olur. 18 bura 12 bölü 2, 108. 13-cü sualda trapesiya verib. Sadəcə burada kvadratlarla bölüb, oturacağına 6 vahid düşübdür. Kiçik oturacağına 3 vahid düşüb, hündürlüyünə isə 4 vahid düşüb. Trapesiyanın sahəsi oturacaqlar cəmliyi artı vur hündürlükdür. Cavab 18-dir. 14-cü suala baxaq. Çevrə verilib. Çevrənin O mərkəzindən keçən bir xət verib. Bura BOK. Buranı 6.5 verib. Bura A deyək, bura C deyək. Bizdən tələb edir KC-ni, yox, üçbucağın sahəsini istəyir. Hə, buranı 15 verib, buranı 13. Şagirdlər, bu çevrə mərkəzi, üçbucağın daxilini çəkib çevrə mərkəzi, tənbölənlərin kəsişmə nöqtəsidir. Onda BK tənböləndirsə, 13-ün 6.5-ə nisbəti 15-in x-ə nisbətidir. Buradan x-i 7.5 tapırıq. Deməli, biz nəyi tapmış oluruq? AC tərəfinin uzunluğu 14 oldu. Üçbucağın tərəfləri 13, 14, 15-dirsə, bu üçbucaq Heron üçbucağı adlanır. Bunun sahəsi Heron üçbucağıdır. Heron düsturu ilə 84 çıxacaq. Niyə Heron üçbucağı deyirlər? Tərəfləri düzbucaqlı üçbucaq və bərabər yanlı üçbucaq olmayan. Lakin sahəsi tam ədəd olan üçbucaqlara Heron üçbucağı deyilir. Bu tipli üçbucaqlar sonsuz saydadır. 15-ci sual kəsik piramidaya aid bir sualdır. Oturacağın tərəflər 2 və 8, hündürlüyü 4 olan kəsik piramida. Biz burada piramida çəksək, böyük oturacağına 8 desək. Kiçik oturacağını isə 2 verir. Piramidanın hündürlüyünü 4 verir. Piramidanın yan səthinin sahəsi trapesiyaların sahələr cəmidir. O da P1 üstəgəl P2 bölü 2 vur apofendir. Mən indi burada apofeni tapmaq üçün buradan bura hündürlük çəkirəm. Buradan da bura hündürlük çəkirəm 4. Bu birləşdirdiyim parça apofemə bərabərdir. Apofemə bərabərdir. Mən buradan bir paralel yendirsəm, bura 1, bura 3 düşəcək. Hündürlük 4'dür deyə apofemi 5 tapır. Onda yan səthin sahəsi 8 yuxarı perimetr, 32 aşağı perimetr, apofem isə 5. 20 vur 5 cavab 100'dür. 16-cı sual asan sualdır. 2 sinus x çıx kosinus x bərabər b verilir. Burada b-nin hansı qiymətində tənliyin həlli var deyir. Köməkçi bucaq düsturuna əsasən biz buradan kök adlı 2-nin kvadratı üstəgəl 1-in kvadratı ilə mənfi 2-nin kvadratı üstəgəl 1-in kvadratı. Cavab mənfi kök 5, müsbət kök 5 parçası olacaq. Növbəti sualımız belədir.
2 arc tangens 5x üstə gəl arc kotangens 5x bərabər 3 pi böl 4'dür. Şagirdlər, bu tip suallarda arctangens və arckotangensin cəmi pi böl 2'ni yazaraq tənliklər sistemi həll edə bilərsiniz. Yazırıq. Arckotangens 5x bərabər pi böl 2. Tərəf tərəfə çıxdıq. Buradan alırıq arctangens 5x bərabər pi böl 4. Deməli 5x bərabərdir 1'ə, x bərabər 5'də 1. 18-ci sualda deyir ki, mənfi 3, 5 nöqtəsi bu düz xəttin üzərindədir. Daha doğrusu funksiyanın üzərindədir. Düz xətt deyil bu, funksiya səhv deyil. 5 bərabərdir, x-in əvəzinə mənfi 3 yazıram. Y-ə 5 yazmışım. Buradan m-i mənfi 2 tapırıq. Funksiyamız olur kök altda. X kvadrat çıx 2x üstə gəl. İndi bu misalda diqqətlə baxsanız, bu ifadə x çıx 1 kvadrat üstə gəl 9'dur. Bunun ən kiçik qiyməti kök altda 9, yəni 3'dür. Ən kiçik qiymətin 3 tapdıqsa, qiymətlər çoxluğu olacaq 3 müsbət sonsuzdur. Növbəti suala keçək. 19-cu sualda prizma verilibdir. Deyir ki, ölçüləri 36, 48 və 60'dır. Bu prizmanı düzbucaqlı paralelipedi itkisiz ən böyük olan tili ən böyük neçə kuba bölmək olar? Yəni kubun ölçüsünü elə götürməliyik ki, buradan həm eni, həm uzunu, həm də hündürlüyü bölə bilsin. Burada mən kubun tərəfini ən böyük olmalıdırsa 36, 48, 60'ı böləcək ən böyük ədəd 12'dir. İndi bu paralelipipedin içində neçə dənə belə kub var? Bunu tapmaq üçün mən enində bölməliyəm. Baxın, 36'nı bölürəm 12'yə 3. 48'i bölürəm 12'yə 4. Sonra 60'ı bölürəm 12'yə 5. Yəni en üzrə 3, uzun üzrə 4, hündürlük üzrə 5. Cəmi 60 kub alınır. Ya da paralelipipedin həcmini kubun həcminə bölürəm. 36 vur 48 vur 60 böl 12 vur 12 vur 12. Bu şəkildə məsələ həll olur. 20-ci sual kəsr hissəyə aid bir sualdır. Kök 12 ədədinin kəsr hissəsi a-ya bərabər verir. Bunun kəsr hissəsi kök 12 çıx kök 12'nin tam hissəsidir. Bu kök 12'nin tam hissəsi 3'dür. Kök 48'in tam hissəsi kəsr hissəsi kök 48 ilə kök 48'in tam hissəsidir. Fərqidir. Bu da kök 48 çıx 6'dır. X bərabər olur. Buna A deyib, buna B deyib, klasterlə verib. 2A çıx B şəklindədir. Yəni 2 kök 12 çıx 6 çıx kök 48 üstə gəl 6. Bu da 2 kök 48 elədiyi üçün doğru cavab 0 eləyəcək. Loqaritma və müxtəsər vurma düsturlarına aid bir sualdır. A kvadrat üstə gəl B kvadratı 102 AB verib. 2 LG A çıx B çıx LG AB-ni tapmamızı istəyir. Biz burada 2'ni bunun qüvvətinə gətsək, A çıx B-nin kvadratı çıx LG AB alır. Loqaritmada eyni əsasların fərqi nisbətə çevrilir. AB şəklində yazılır. Sürəti müxtəsərlə açanda A kvadrat üstə gəl B kvadrat çıx 2AB böl AB. Bunun əvəzinə 102 AB yazsaq, 102'dən ikisini çıxanda 100 qalır. LG 100, o da 2'yə bərabər. Növbəti sual belədir. 22'ni izah etmədim, çünki törəməni hələ müzakirə etməmişik. Asan sualdır törəməyə. 16 başmal qara üçün
16 baş mal üçün. 36 günə 1920 kiloqram ot işlənir. 20 mal qara üçün 40 günə nə qədər ot işlənir? Burada şagirdlər biz üçlü tənasüb yazırıq. Bu günlərin sayı çoxalsa malın sayı, məsələn, malı artırsaq, onların çatma müddəti azalacaq da. Ona görə biz burada tərs asılı düşünürük. Amma bizim nə qədər çox otumuz olsa, danalara bir o qədər çox çatmış olacaq. Ona görə bu düz mütənasib. Burada tərs mütənasiblər paralel vurulur, düz mütənasiblər çarpaz vurulur. 16 vur 36 vur x, 20 vur 40 vur 1920. Buradan x'i tapırıq ki, 20 vur 40 vur 1920 böl 16 vur 36. 36 ilə 192-ni 12-yə ixtisar eləsəm, burada 160 ilə 3 qalacaq. 16 160 ixtisar eləsə 10 qalacaq. Bu da bizə verəcək 8000 böl 3 kiloqram. Tona çevirsək 3-də 8 ton deməkdir. 1000 kiloqram 1 tondur. Belə. 24-cü sual limit mövzusuna aiddir. X 1-ə yaxınlaşdıqda x kvadrat üstəgə 3x çıx 4 böl x çıx 1. Biz burada vuruqlarına ayırsaq sürəti x üstəgə 4 x çıx 1 bölünsün x çıx 1. X çıx 1-lər ixtisar gedəcək. 1 üstəgə 4 5. Növbəti sual 25. Loqaritma 9 əsasdan 3 üstü x üstəgə 5x çıx 6-nı veribdir 2-də 1x. Deməli 3 üstü x üstəgə 5x çıx 6 9 üstü 2-də 1x-dir. 9 da 3-ün kvadratı olduğu üçün bu 2-lər gedir, elə 3 üstü x alınır. Bunlar islah olunur. 5x 6-ya bərabər, x 1/2 alır. 26-cı sualda AB parçasının orta nöqtə koordinatlarını tap deyir. Deməli, A-nı veribdir 2, 7, B-ni verib -4, 5. Bu iki nöqtə arasındakı orta nöqtəni tapmaq üçün mən nə etməliyəm? Ucların cəminin yarısıdır. 7 üstəgəl 5 böl 2. Yəni, M-i tapıram -1, 6. Növbəti sual prizmalarda, piramidalarda təpə nöqtələrin sayına aiddir. Deməli, birincidə prizma verib, üçbucaqlı prizmadır. Üçbucaqlı prizmada 2 vur 3, 6 təpə nöqtəsi var. 3 vur 3, 9 tili var. 3 üstəgəl 2, 5 üzü var. Bu prizmadadır. İkinci tetraeder verib. Tetraeder dördüzlüdür. Ona görə bunun n üstəgəl 1, yəni 4 təpə nöqtəsi var. 2 vur n, yəni 6 tili var. N üstəgəl 1, yəni 4 dənə də üzü var. Üçüncü dördbucaqlı piramida verib. Dördbucaqlı piramidada 4 vur 2, 8 tili var. 2 n til sayı. N üstəgəl 1, 5 üzü var. N üstəgəl 1, 5 təpə nöqtəsi var. Situasiya tapşırığına baxaq. Müəllim hər həftə 40 sualdan ibarət maksimum 100 ballıq bir imtahan keçirilir. 5 həftənin nəticəsinə görə Aysunun orta balı 70, Fərdin balı 63 oldu. Deməli, 5 həftə üçün Aysunun orta balı 70-dirsə, onda Aysunun cəmi balı 350-dir. Fərdin orta balı 63-dürsə, 5 vur 63, 315 də Fərdin balıdır. Növbəti 3 həftə ərzindəki orta bal neçə olmalıdır ki, 8 həftəyə əsasən ədədi ortası 79 olsun. Aysunun növbəti 3 həftəlik balı nə qədər olmalıdır?
Ədəd ortası 79-dursa, deməli mən 350 üstəgəl 3 həftəlik orta balı x-dirsə, 3 həftəlik cəmi balı 3x-i 8-ə böləcəm. Onda 350 üstəgəl 3x bərabər olacaq. 79 vur 8. Deməli 3x bərabərdir. Burada 79 8-ə vurmaq üçün 80-i 8-ə vurub bir dənə 8 çıxaram. 632-dən 350 çıxılır. 632-dən 350-ni çıxanda neçə qalacaq? 2, 8, 2. 282-ni 3-ə böləndə neçə dəfə düşür? 94 bal düşür. 28-ci sualda cavab 94'dür. 29-cu sualda yazılıbdır ki, 5 həftənin nəticəsinə görə fərdin nəticəsi Aysunun nəticəsindən neçə faiz azdır? Aysunun nəticəsi 70-ə 100% desək, fərdin nəticəsi 63 neçə faiz olur? Buradan 70 vur sual, 63 vur 100 yazdıq. Burada sıfırlar getdi. Sual bərabər olur 90%. Deməli 10% azdır. 30-cu sualda isə deyir ki, hər suala düzgün bal, cavab 2,5 baldır. Hər yanlış bala görə 0,5 bal çıxılır. 36 suala cavab vermiş şagird x üstəgəl y 36-dır. Bu doğru cavablar olsun. Bu yanlış cavablar olsun. Hər doğruya görə 2,5 bal alıb, hər yanlışa görə 0,5 bal itirib. Ümumi 63 bal yığıbsa, indi buradan biz bunu tapmaq istəyirik. Məndən cavab doğru cavabların sayını istəyir. Onda bunu bir dənə 0,5-ə vuraram. 0,5x üstəgəl 0,5y 18. Tərəf-tərəfə toplayanda 3x bərabərdir 81. Deməli doğru 27 suala cavab verir. Beləliklə bu imtahanda izahlarına baxdıq. Növbəti sınav imtahanlarında görüşərik. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.